Nəhl surəsi 23-cü ayədə Allah Taala buyurur ki, şübhəsiz Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir və həqiqətən o təkəbbürləri sevmir. Məsədət İbn Sədəqə belə nəql edir ki, bir gün İmam Hüseyn əleyhissalam bir küçədən keçirdi. Elə bu vaxt bir dəstə kasıb insan oturmuşdular, üst başları tozlu, oturmuşdular, nəsə yemək yeyirdilər. Gördülər ki, İmam Hüseyn əleyhissalam oradan keçib durdular ayağa, dedilər, ağa, buyurun bizim süfrəmizə. İmam da o boyda şəxsiyyət da demədi, əşim, həmsin süfrəmizə nə işim var. Getdi, oturdu onlarla bir yerdə. Yemək yedilər bir yerdə, iştahla çörək yedi. Biraz söhbət eləyəndən sonra bu ayəni oxudu. Bu dediyimiz ayə ki, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir və həqiqətən o təkəbbürləri sevmir. İmam bu ayəni oxuyandan sonra dedilər ki, siz məni dəvət elədiniz. Mən də sizin dəvətinizi qəbul elədim. İndi mənim sizdən də xahişim var. Siz də mənim dəvətimi qəbul edin, mənimlə gedək evə. Dedilər, yaxşı. İmam Hüseyni çox sevirdilər də. Gətirdi onları evə. Həyat yoldaşı xanım Rübaba dedi ki, evdə nə varsa gətir. Evdə olan hər bir şey gətirdi, qoydu ortalığa. İmam Hüseyn əleyhissalam o payları bölüşdürdü, hərəsinə bir dənə pay verdi, hədiyyə verdi, onları yola saldı. Da imam baxmadı, bunlar hansı vəzifədədirlər, hansı yolda çalışırlar, nə edirlər, baxmadı bunlara. Qəbul elədi, oturdu, hələ oturmaqla yanaşı onlara hədiyyə də verdi.